Nəinki musiqidə, tərbiyədə, hər şeydə insanlar tamam başqadır. Səncə kişi olmaq nədir? Mən də kişi olmaq, ailəsini dolandırmaq, ailəsinə baxmaq, yəni kişi olmaq odur. Sənin ailən yoxdur. Kimə səl tutursan, kömək eləyirsən? Mən eləyirəm, amma mən onu xoşlamıram da demək. Yəni istənilən halda ailə kimi qəbul elədiyin insanlar var? Ailə kimi ta nə var, gedirəm onun yanına, dərxanadadır, illərlə oradadır. 30 ildir oradadır. Onun yanına gedirəm, o məndən internatda böyüyüb. Günlərimi o həstə deyildi, indi apardılar onu ora, Qızıldaşdan. Onun yanına gedirəm, həmişə yazırlar mənə həkimlər ki, bunu istəyir, bunu mən gelib aparıb verirəm ona. Öyle bir ötleme götürmüşəm onu. Dostsuz. Dostluq, hə. Sən Qızıldaşda da olmuşsan, hə, demək, internatdan sonra. Bəli.